Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebu'l Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi teyyibinat tahirinel masuminel mukerremin siyumel hucceh beqiyetillah fil aradin ruhi ve ervahul alemin li turabi maqdamihil fida ve la'netullah ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. A'udhu billahi mineşşeytanirracim. Rabbi şrahli sadri ve yessirli emri vahlul uqdeten min lisani yefqahu qavli. Özünü tanıma hakkında mövzumuzu devam ettiririk. Qeyd elədik ki, insanda bu bacarıq var ki, öz vücudunun bir hissəsini gizlədə bilir. İnsan hətta özündən də öz xüsusiyyətlərini gizlədə bilir. İnsan bir həddə gəlir çatır ki, gizlətdiyi hissələri inkar eləyə bilir. Əvvəl gizlədir, sonra deyir, məndə bu yoxdur, inkar eləyir. İnsan öz pisliklərini öz içində dəfn edə bilir, gizlədə bilir. Yaxşılıqlarını da. Məsələn, vücudunun yaxşı hissəsini ki, Allah onu ilahi fitrətlə yaratmışdı, gözəlliklə yaratmışdı, öz içində dəfn eləyən insana kafir deyilir. Kafir, yəni örtən, lüğətdə mənası budur. Bir şeyin üstünü örtənə kafir deyilir ərəb dilində və niyə görə Allahı danana kafir deyirlər? Çünki öz içində müsbət şeyləri gizlədir, ört-bastır eləyir, özündən də gizlədir, deyir, mən Allaha inanmıram. Hərçənd ki, bu inam onun içindədir, sadəcə özündən gizlədib onu, üstünü örtə bilib. Belə insanlar daim narahatdırlar. Çünki özünü inkar eləyib yaşayırlar. Özünü inkar eləyib yaşayan insan mütləq narahatdır. Heç vaxt aram yaşaya bilməz. Çünki öz varlığının bir hissəsini inkar eləyir, gizlədir. Amma dünən gecə nə haqda danışdıq? Dünən gecə pisliklərin gizlədilməsi haqqında danışdıq, yadınızdadırsa. Burada olanlar bilir, dinləyənlər bilir. Dedik ki, insan kamil olmaq istəyir deyə nöqsanlarını gizlədir. Hətta inkar eləyir. İnsan kamilliyə aşiqdir deyə nöqsandan qaçmaq üçün ondan azad olmaq əvəzinə qəribə bir şeydir. İnsan onu gizlədir və inkar eləyir. İnsanlar hörmətli olmaq istəyir. Hörmətli olmaq istəyir. İnsan üçün hörmət, izzət çox mühüm bir dəyərdir. Ona görə də insanlar pisliklərini başqalarından gizlədirlər. Bu bir həddə normaldır, hətta yaxşıdır. İnsan öz pisliyini başqasına açıb deməməlidir. Özünü hörmətdən salmamalıdır. Bu təbii bir haldır, normal bir haldır. Həya icazə verməməlidir insana ki, hər pisliyini açsın, dilinə gətirsin, danışsın. Əgər dindar olsa bu adam, din də buna icazə vermir. Din də deyir ki, demə pisliklərini cəmaata. Oturub adam rahat şəkildə öz pisliklərini danışırsa, bu pis haldır. Bu xoşa gələn hal deyil.